Uğur Ambalaj şirkətinin direktoruyam. Biz 2021-ci ildən bu plastik ambalaj sektorunda Azərbaycanda fəaliyyət göstəririk. Şükür Allaha ki, hal-hazırda ölkədə arısa 12 min hektar bağla bu plastik qablaşdırmada daha çox gördüyünüz məhsullar viyollarla tədarik edirik, sonra da bu şalelərlə. Məhsullarımız türk məhsullarıdır. Bu sərginin bizə ən çox gətirisi odur ki, dövlətimizin onsuz kənd təsərrüfatına verdiyi dəstək hər sahədə məlumdur, yəni bilinir. Biz də ki, yəni sərgilərə birinci səfərdə qatılırıq bu sərgiyə, amma hər dəfə iştirakçı kimi qatılmışıq və iştirakçı kimi qatıla-qatıla müştəri bazamızı formalaşdırmışıq. Yəni bu səfər də məncə müştəri bazamızın ötəsində də keçəcəyik ki, Azərbaycandan xaricə çıxmağa, məsələn Özbəkistan, Qazaxıstan kimi bu bazarlara, bu şeylərə aşina olmayan bazarlara girmək niyyətimiz var. Günay Xələfzadə, Can şirkətinin PR və marketinq şöbəsinin rəhbəriyəm. Öz yerli istehsal olan məhsullarımızı lokum, marmelad, pişmaniyə, noğul, draje və sair kimi məhsullarımızı təqdim edirik. Sərgi möhtəşəm keçirilir. Burada keçən belə deyim, bütün şirkət işçiləri, şirkət nümayəndələri, bütün qonaqlar hər biri məhsullarımızı bəyəndi və ümumiyyətlə sərgidən çox razıyıq. İllərdir ki, artıq bu sərgidə iştirak edirik. Şirkətin təşkilatçılarına xüsusi təşəkkürlərimizi bildiririk Can adından. Ağamir Babazadə, amma qrup şirkətinin qrup CEO'suyam. Bizim şirkətimiz 95-ci ildən fəaliyyət göstərir. Meyvə tərəvəzinin idxalı, topdan satışı və kənd təsərrüfatı üzrə istehsalı ilə məşğuluq. Şimal regionda Qusar Xasmaz rayonunda 5 hektar meyvə bağlarımız var. Cənub regionunda 50 hektar meyvə bağlarımız var və Zirə bölgəsində də 12 hektar şüşə istixana kompleksimiz var. Məhsullarımız Şimal regionunda alma, armud, heyva, nektarin, şaftalı, yassı nektarin, yaşlı şaftalı, gilas kimi mövcuddur və hətta Şimal regionunda 10 min tonluq soyuducu anbarımız da mövcuddur. Cənub regionunda Azərbaycanda ilk olaraq 50 hektar intensiv kivi bağlarımız əkmişik. Zirədə də 6 hektar şüşə istixana kompleksində salxım növlü pomidor istehsal edirik. Biz ümumiyyətlə 10 ildir ki, beynəlxalq sərgilərdə iştirak edirik. Azərbaycanda bu bizim 3-cü təşkilatçılığımızdır. Bu cür sərgilər həm Azərbaycan markasının, Azərbaycan məhsullarının beynəlxalq bazarda ixracatın alternativ ölkələrə çıxmasında effektivliyini yaradır. Həm də regionda meyvə tərəvəz sahəsində satışda dinamikliyi stabil saxlamağa köməklik edir.